Salam dostlar. Bu gün də bir gün bir formula seriyamıza devam edirik. Bu gün sizə formulas bölməsində more function information subqrupunda olan 14 yoxlama funksiyasından 7'sini izah edəcəyəm. Bunlar biraz çox olduğundan 2 qrupa böldüm və hər birisinə də müvafiq video çəkiləsidir. İlk öncə başlamadan qabaq belə deyək, yoxlayacağımız xanaları sizə izah edeyim. 1 və 2 bunlar number formatındadır. True, false isə boolean. Bunu necə əldə eləmişəm? Is number ilə yoxlamışam ki, birazdan ətraf keçəcəm. Yəni demişəm ki, get yoxla A3 xanasındakı, bu xanadakı məlumat rəqəmdir ya yox. Bu da yoxlayıb true düzdür. Sonra demişəm bu false-dur, bu da eyni booleandır. Demişəm get yoxla A3 xanasındakı bu textdir ya yox. Bu da təbii ki false verəsidir. Bu digəri QQQ hərfidir, 3 dənə Q hərfi. Dördüncü bu bir görünə bilər, amma əvvəlki dərslərdə dediyimiz kimi əgər rəqəm default olaraq solda yazılırsa, teksti sağda yazılırsa isə bu rəqəm sayılır. Yəni bu əslində rəqəmdir. Amma indi görəcəksiniz ki, yəni vizual olaraq rəqəm kimi görünür, amma Excel bunu belə yazmışıq deyə, ümumiyyətlə Exceldə kavычkalarda, dırnaqlarda yazılan hər bir məlumat text formatını daşıyır. Yəni hətta burada misal üçün true olsa belə bu yenə text olasıdır ki, burada birazdan sizə göstərəsiyəm. A8-ə heç nə qoymamışam, boşdur. Gəlin hətta əslində yazıda bunu önce eləyək. Clear all. Və 0 rəqəmi. Bu amma formula olaraq yazmışam. Bunu lazım olacaq deyə. Bu nədir? A2-dən A3-ün samı demişəm onu tap və onlardan 3'ü çıxmışam. Yəni belə də göstərə bilərəm sizə. Ümumiyyətlə bu yaxşı funksiyasıdır Excel'in. Evaluate formula. Formula tərkibini nəsə bilmədikdə bunu müraciət edə bilərsiniz. İndi isə sizə belə balaca minimlə göstəreyim. Sum A2-dən A3 nə edir? 3. 3-dən də 3 çıxanda nə edir? 0. Bu 0'dır, amma biraz fərqli 0'dır, belə deyək. Hər nəsə vaxt itirmədən keçək. 7 yoxlama formulamız var. Is number, is text, is non-text. Bu ikisi tam aparırlar özlərini. Is blank, is formula, is logical, is formula. Bu ikinci dəfə təkrar olubdur. Gəlin bunun əvəzinə başqa bir görün. Blank var, local var, is number var, is text var, is text, is blank, is error. Gəlin bunu is even və is odd eləyək. Tək və cüt rəqəmlər. Başlayaq. Yazıram bərabərdir. Is number. Bir numberdir. True olur ona görə. 2 də true olur. Ancaq nə true false number sayılır, nə GGGG, nə də digər true, nə də ki boşluq. Bunları false verir. 0 isə rəqəm olduğuna görə bu number kimi götürür. İndi isə ki də buna x text. Və bunun bir növ tərsinə olduğunu deyə bilərik, amma tam tərsinə deyil, çünki bəzi nüanslar var. 1 ilə 2 rəqəm olduğuna görə bu false verir. Booleanlar da text sayılmır. Lakin burada gördüyümüz true, yəni dırnaq arası yazmışam deyə bu textdir. Bunlara true verir. Boşluq və 0'da yenə text olana görə false verir. Digəri is non-text. Xatırlayırsanız belə bir funksiya keçmişdik. Bir var if və not. Normalda if funksiyasında
logikanı yoxlayır və yoluna true'sa buradan davam edir, false-sa buradan davam edir. Amma bura not yazanda artıq doğrudursa deyək false-la true-nun yerini dəyişir. Bu da is non-text eyni funksiya. Baxın. Deyirəm ki, deyil, text deyildi. Belə bir sual is non-text. Və bir non-text, yəni text olmadığına görə true verir. İki də eyni. True false'lar da bu yazılanlar da deyək true gəlir. Çünki booleandır, yəni text deyil. Amma GGG və bu true dırnaq arasında deyək buna false. Baxın. Eyni ilə bunlar ikisi tam əks nəticələr verir, outputlar verir. Bir-birinin tam əksi. Is blank. Blank bir dənə xanamızda bu da deyə boşluq A8 və bu da A8-ə true verir. Bir digəri is formula. Bunlar formularını tapmışam deyə buna true verir. Sonra formularını tapdığım, baxın, bərabər qoyub istənilən rəqəm yazanda, hətta bura bərabərdir 7 belə yazanda bunu formula kimi qəbul edir. Yəni bir var 7, bir var bərabərdir 7. Belə olsun. Dırnaq arasına alaq ki üzr istəyirəm. Belə. Bu false-dur çünki boşluqdur və bu true-dur. Is formula. Çünki burada formula ilə tapmışam. Belə. Is logical. Logical booleanları göstərir. Baxın, bizim booleanımız bunlardır. Hətta bunu da belə eləyək. Ancaq booleanlardır deyə və bu da deyək true false verir. True verir, üzr istəyirəm. Bu belə digəri is odd. Is odd ümumiyyətlə burada baxın value error verdi. Verməlidir. Is odd əgər rəqəm təkdirsə onları göstərir. Baxın burada A2 xanasında 2-dir deyə, yəni tək rəqəm deyil deyə şey eləyim. Məsələn mən bunu 3 etsəm, bu yenə true olur. Is even isə cüt rəqəmlərə true verir. Baxın, boşluq əslində bir növ 0 deməkdir. Yəni o da 0-da. Çünki rəqəmlərin axırında 0 varsa cüt rəqəm sayılır. Bunu da o məntiqlə götürmək olur. Burada eyni. Amma bunlar textdir deyə value tapılmadı. Yəni yanlış verdi. Mən özüm is odd-la is even-i qarışdırdım. Buna necə etmək olar? Is even, yəni izləri götürsək, odd-da 3 dənə, even-də isə 4 dənə var. Yəni belə də yadda saxlamaq olur. Yəni 4 dənə cüt, odd-da isə tək vaxt. Bu günlük bu qədər. Gələn dərslərdə görüşənədək. Sağ olun, sağlıqla qalın.